İtirilmiş İsmət. Yenə nə kərəmləyirsən? Kəs səsini görüm. Yoxsa elə bilirsən bura hamamdır. Bu nə səs-küydü salmısan, hə? Bəlkə birinin evində xəstəsi var, hə? Əgər bilsən necə malların var, üz gözünü belə turşutmazsan. Hə? Alverçisən? Bəs bu düttülü nədir? Düttürüdüt! Döyüşdə şeypur çalan və tərxəy olmuşam. Sülh vaxtı işsiz qalıb, düşdüm arvadar kimi küçələrə. Nə satırsan? Uzun saçlı İranlar üçün uzun daraq. Yəmən ətirçisi qutusundan sənan ətri. Küfənin qara gözlü qızları üçün bəzək-düzək əşyaları. Hə, bəzək-düzək. Bir də xalxal və bilərzik. Belə şeylər bizə lazım deyil, çıx get. Özünüz bilərsiz. Əlbəttə, qoca qarılar belə şeylərdən baş çıxarmazlar. Zər qədrini zərgər bilər. Qızınız varsa çağırın gəlsin. Bəlkə nəyisə bəyənəcək. Bizim elə qızımız yoxdur. Düzdür, varımızdır. Amma sənin bəzək-düzək əşyalarına ehtiyacı yoxdur. Şükür Allaha. Hər kəsə yaradan qaş-göz, gözəl əndam veribsə, onun bizə ehtiyacı yoxdur. Mərhəmətiniz artıq olsun. Gedib özümə başqa bir müştəri tapacam. Əgər onlar bilsələr ki, mənim kimi alverçilərin torbasında nələr var, 7 kör qızı da olsa bir göz qırpımda ərə verərlər. Bəzək əşyaları satıram. Yəmən ətirləri satıram. Qara gözlü qızlar üçün ətirlər satıram. Gözəl qızlar üçün gözəl muncuqlar satıram. Dayan bir görüm. Ha, siz haklısınız. Siz haklısınız. Siz haklısınız. Ne güzeldi. Bəh, Pərverdigara, onu necə məharətlə belə gözəl yaratmışsan. Amma... Amma nə əkiblər? Olub nə amma? Get işini dalınca, get görüm. Getirsən. Hürrə, icazə ver sözünü desin. Yəqin bilirəm ki, bununla daha gözəl görünərsən. Yoxlamaq istəmirsən? Özünə güzgüdə baxmağın bir ziyanı yoxdur. Gərək baxam. Bəlkə torbamda dərdə dəyən bir şey oldu. Əldən çıxarmaq istəmirəm. Ardımca gəl. Boy, Allah uzaq eləsin. Belə necə görünürəm, Rüba? Bilirsən, mən odulusçu şagirdinin fərasətinə gülürəm. Biraz dardı Zeyd, ayağa dur. Paltar dar deyil, xanım. Ürəyin darıxıb. Dulusçu şagirdini görmək üçün paltarı bəhanə eləyirsən. Bəlkə də odulusçu şagird qəsdən bu paltarı özü dar tikib, əyninə keçirib ki, dulusçu dükanına bir baş vursun. Qorxmadın ki, birdən dulusçu ustad bu səhvinə görə səni cəzalandırar Zeyd? Aşığın beyni heç nədən qorxmaz. Aşıq tənbeh, danlaq, cəzadan qorxmaz. Eşqin birinci əlaməti qorxunu öldürməkdir. Ay xəyalpərəst. Nəsə bir hadisə olub, Rübab. Hadisə? Yox. Nə hadisə? Bugün də dünənki kimi, həmişəki kimi. Anam yenə də israr eləyir ki, mən Həccacın gəlini olum. Razı olmuram. Artıq yavaş-yavaş atamı da yoldan çıxarır. Bəli. Atanın lütfü, ananın nifrəti mənim də başıma iş açacaqdı. Az qalmışdı cənab xəzinədar, təhqir bəhanəsi ilə məni tutub şallaqlasın. Xəcalət çəkirəm Zeyd.
Ondan xəcalət çəkirəm ki, belə bir ata-ananın qızıyam. Xəcalətli düşmənin olsun Rübab. Onu bil ki, sənin hesabın ata-anankindən ayrıdır. And olsun Allaha, səni məndən ayırmaq istəsələr, qiyamət qopardaram. Sakit ol Zeyd. Sən hansı gücünə arxayınsan ay divanə? Eşqimin gücünə. Eşqin möcüzəsinə. Yetər ki, eşqimizə şübhə eləməyəsən. Şübhələnmək istəyirəm. Amma bacarmıram. Mən eşqimizin üstündə möhkəm dayanmışam. Neynəməliyəm? Gərək qaçaq Rübab. Qaçaq Zeyd. Axı bu necə mümkündür? Bizi taparlar, səni öldürərlər. Bütün bunları fikirləşmişəm. Əgər qaçmasaq, səni Həccacın oğluna ərə verəcəklər. Məni də məhv eləyəcəklər. Mən çox qorxuram. Qorxmağa haqqım var. Fəqət Allaha təvəkkül elə. Çıxış yolumuz yalnız budur. Yaxşı, hara gedəcəyik Zeyd? Elə yerə ki, fələyin də əli bizə çatmasın. Mən duluzçuluq eləyərəm, sən də xanımlıq. Canımı da sənə fəda eləyərəm. Birlikdə asudə həyatımıza başlarıq. Dünyanın bütün zərzibası və həramlarından uzaq olarıq. Birisi gün yola çıxırıq. Gün çıxmamış gedirik Həmdana. Anamın qohum əqrabasının yanına. Anamın casusları məni daim güdürlər. Axı mən evdən necə çıxa bilərəm Zeyd? Sən evdən çıxmayacaqsan Rübab. Mən Ələvi dostlarımdan bir neçəsi ilə gecəykən evinizə hücum edib səni uğrayacağıq. Birisi günə hazır ol. Səs-küy eşidən kimi özünü mənə yetir. Kül mənim başıma, Rübab əldən çıxdı, Rübab əldən çıxdı. Səs-küy salma Hürrə, nə olub? Zeyd, Hümeyrə, Zeyd gəlmişdi. Sənin xəbərin yoxdur, onlar necə baş-başa verib pıçıldaşırdılar. Bəs sən hara baxırdın Hürrə? Vay, o məni aldatdı. Üz gözünü qaraltmışdı, tanımadım. Alverçi qiyafəsində gəldi, Rübabın ağlını başından çıxarıb apardı. Qərara gəldilər ki, qoşulub qaçsınlar. Neynəsinlər? Qoşulub qaçsınlar, özüm eşitdim. İlahi, bunu fikirləşəndə bədənim lərzəyə gəlir. Mən əminəm ki, bu axmaq gedə Rübabı cadu eləyib. Hə, cadu eləyib. Fu, 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 fu. Vay halına Zeyd. Özün istədin. Axmaq, sırtıq gədə. Axı necə qaçacaqlar? Nə vaxt qaçacaqlar? Nə vaxt necəliyini eşitmədim. Rübab mənə onları gütdüyümü gördü, ona görə də axını eşidə bilmədim. Yaxşı, indi neyniyək? Məlumdur. Ciyərimin parasını çaqqalın birisinə verən deyiləm. Bir halda ki, o düz yola gəlmir, haqqıdır ki, onun cəzasını verim. Dəyirmançı Əbu Nəvas yadındadır? Əbu Nəvas, gərək ki, görbə-gör olmuş olsun. Əbu Nəvasın 100 canı var Hürrə. Bir dəyirmanına baş çək. Əgər sağdırsa onu mənim yanıma gətir. Niyə məşq eləmirsən Zeyd? Mənim məşq eləməyə halım yoxdur Həmzə. Dərdin nədir Dilavər? Rişxənd eləməkdənsə yaxşı olar ki, kişi kimi cəzalandırasan. Ürəyinə cəb yuxadır. Deməli düzdür ki, aşıq adamın qəlbi kövrək olur.
Qərar idi ürəyimiz Polad kimi olsun da, saxsı qab kimi yox. Əsl mücahidin o vaxt dərdi olmaz ki, hər şeyini Allah yolunda qoya. Məni qəbul eləməyib aranızdan kənarlaşdıra bilərsiniz. Mən sizin mübarizənizin işinə yaramıram. Bəlkə də siz haqlısınız. Yox, siz yəqin ki, haqlısınız. Deməli, bu kiçiyinizin aşiq olub kimisə sevməyə haqqı yoxdur. Əslində mücahid olmağın yeganə şərti aşiq olmaqdır. Eşq olmasa bizim kimlər çox ziyan eləyər. Məyər canımızı boş yerə verərik? Yox, bu can saxsı deyil ki. Yetər Həmzə, yetər. Bu günlərdə mən kimə dərdimi açmışamsa, məni təqvaya, Allaha imana dəvət elədi. Bilirəm, həqiqi mücahidin qəlbi Allah eşqi ilə dolu olmalıdır. Hamı məni danlayır ki, niyə o Rübab adlı qıza aşiq olmuşam. Bilmirəm nəyə and içim ki, siz inanasınız, mən öz əhd-i imanıma sadiqəm. Rübaba olan sevgim məni cihaddan ayıra bilməz Həmzə. Hər kim səni danlayıbsa səhv eləyib. Qalx cihad aşiqi, qalx özünü göstər. Məni üzürlü say Həmzə, bacarmıram. İnatkarlıq eləyib ondan bundan qaçma. Hələ heç nə olmamış sən məşq eləməyi buraxmısan. Əgər bu minvalla irəli getsən, tezliklə mübarizədən əl çəkərsən. Həmzə! Elə indi Zeyd bir qəhrəmanlıq göstərərək bu cəsur Ələvi gənclərinin bəzək olduğunu sübut eləyəcək. Orada deyin ki, hamı gəlsin, qoy onun hünərini görsünlər. Oldu ustad. Salamun aleyküm ustad. Və əleykəssalam, ay cəsur oğlan. Keyfin necədir? Şükür ustad. Amma bilirsiniz mən... Biz muxtarın köməkçiləri Zeyd. Vəzifəmizi yerinə yetirməkdə heç bir üzr bəhanə qəbul edilmir. Düz dayan! Dünənə qədər daşı, Poladı mum küməzən cəngavər bugün bir çırtmayla belli bükür. Ağlını dərrakən əldən vermişsən gedib, bəs qeyrətin anı. Muxtar heç vaxt özünə hərdən xəyal tərəfdar istəmir. Bir həftə yoxa çıxıb məşq eləməməyin nəticəsi bax elə budur. Ustad, imkan verin, mən də danışım. Yəqin bir dərdim var ki, məni bu qədər zəlil eləyib. Bu qədər cəmaat hamısı eşitmək istəyir, de? Yox, bu qədər cəmaatın hüzurunda yox. Təkcə sizə bir-iki kəlmə söz demək istəyirəm. Xüsusi bir sözdür. Eşitdiniz, qardaşlar? Zeyd razı deyil ki, siz onun sözlərini eşidəsiniz. Yaxşı eşitməyin. Məşq eləyin. Ardımca gəl. Bax, oğulcan, biz kefimizdən, xoşumuzdan özümüzü bu dağdaşa salmamışıq. Bu çöllükdə bir yerə toplaşmış ki, gözdən iraq bir yerdə otur. Həccac və həccac kimilərin kələfini yığıb, himmət edərək işlərini bitirək. Bu bizim Əbülfəz ələmidir. Bu işi yalnız iman, ixlas və birliyi sayəsində başa çatdırmaq olar. Sən neçə gündür ki, pərişan, narahat, fikirli gözü deyirsən. Özünü ilə aparırsan ki, adam heç halında soruşmaq öyrə eləmir. Bugün də lal dilinlə qeyrət tacını başından götürüb, abrımızı töksün ayağımızın altına. Mən məsələni duymuşam, Zeyd. Əgər istəyirsən əhdini sındırıb, imanını o aşıq olduğun xəzinədarın qızının eşkinə satasan, nəyə dayanmışsan, get sat. Mən arvad alsam da yenə də muxtarın açdığı bu süfrədə oturub qalxacam. Heç nə mənim eşqimi əlimdən ala bilməz, ustad. Bəs dərdin nədir? Anam,
Anam ustad, mənim xəzinədarın qızına aşiq olduğumu bildiyi gündən 2 ayağını dörtüb bir başmağa ki, gərək Kufədən gedəsən. Kufədən gedəsən? Bəli ustad. Hara? Nə bilim, Həmdana, qohum əqrabasının yanına. Niyə? Bilmirəm. Yəqin istəyir Kufədən uzaqlaşım ki, Rubab yadımdan çıxsın. Əcəb. Deməli bu keyləşməyinin, süsləşməyinin, həvəsdən düşməyinin səbəbi bu imiş. Bəlkə də anan yaxşı fikirləşir. Bir neçə günlük havanı dəyişsən, halın yaxşı olar. Açığı ustad, mən Rubabdan üz çevirə bilmərəm. Olmaya qorxursan, atası səni tapıb başını yiyə, hə? Ustad, belə qərara gəlmişəm ki, Rubabla qoşulum qaçım. Kərəlləmə! Ustad! İnan ustad, dünən gecə səhərəcən dəxil düşüb Allahla razı niyaz elədim. Ondan kömək istədim. 100 dəfə ayət-ül kürsü oxudum. Hər dəfə də Rubabı gördüm ki, məzlum və məsum siması ilə, iltimas dolu gözləri ilə qarşımda dayanıb. Sanki məni fikirləşir ustad. O məni Allahın köməyi bilir. O fikirləşir ki, Allah məni göndərib ki, onu ata-anasının əsarətindən xilas eləyir. Şeytanın 1001 cildi var, qardaş. Sir sifətini pərdəliyib, özünü cildə salıb girir qəlbinə, hökm edir. Bala, özünə gəl, imanına sarıl. Bilirsən, Rubabı qaçırsan, bu nə deməkdir? Bəli, bilirəm. Nə deməkdir? Yəni ki, mənlə Rubab gərək xəzinədar Şozəblə Yahudi arvadı Ümeyranın əlinə düşməyək, yoxsa diri-diri dərimizi soyarlar. Yox, oğulcan, yox, bilmirsən. O deməkdir ki, xəzinədar Şozəblə arvadı namus məsələsinə görə Ələvilərin heysiyyatını atacaqlar ortalığa. Ağıllı ol, Zeyd. Bu uşaq fikirlərini başından çıxart, at geçsin. Ustad, sən Allah mənim yerimdə olsaydın neynərdim? Bu insafdır ki, mən Rübabə üç çevirib, onu əhatəyə almış bu qədər təhlükənin içində tək tənha qoyum. Özü də belə bir halda ki, o bizlərə ümid bağlayıb. Məyər biz mövlamız Əli kimi ədalət uğrunda mübarizə aparmırıq? Zeyd, Rübab elə bir qadının yetişdirməsidir ki, Mehriyəsi Kərbəlanın fəthidir. Öz bəy otağını Hüseynin qanı ilə bəzəmiş bir kişinin qızına bu qədər arxalanma. Daha bundan artıq ürəyimi parçalama ustad. Eşitməyə dözmürsəzə çıx gəl. Ay lənət olsun belə adamın atasının qəbrinə ki, əsl nəsəbi bəlli delindi yaxşıdır. Bax bu nərə şir nərəsidir. Artıq düzəlirsən. Mən kör-körana düşmən qarşısına getmədim ustad. Bilirəm ki, xəzinədar və arvadının Kərbala hadisəsində əlləri var. Əlləri var. Nəinki əlləri var rəhbətlin oğlu. Elə hadisəni qızışdıranlar da onlar idilər. Heyf ki, Muxtarın əlindən qaçıb, canlarını qutardılar. Heyf. Bu arada Rübabın günahı nədir ki, Ələvilərin qəzəbinə tuş gəlir? La ilahə illallah. Bir də Rübabın adını dilinə gətirsən, dostluğumuz and olsun, ağzındakı dişlərini qıraram. Qulaq as ay kişi, sən yaxana Əlevili nişanı vurmusan. Namus uğurlamaq tövməti hamımızın belini qırar. Eləmə Zeyd. Əqidəmizi işlərinə qurban vermə. Bacarmıram ustad. Bir hakkı, peygamber hakkı bacarmıram. Özümden aslı değil. Əcəb işə düşdük. Ağlama. Baş üstə ustad. Dostluğumuza and olsun ki, Rubabın Əliyə olan sevgisi 100 dəfə məndən artıqdır. O hazırdır ailəsindən üz döndərib Ələvi olsun. O hazırdır ki, məndən çiyin-çiyinə düşmənlərlə vuruşsun. Mənə də vacibdir. Borcumdur ki, onu şirk və ədalətsizlik dolu evdən xilas edeyim.
Üzü qarayam ustad. Əfsus. Əfsus ki, sən könlünü vermisən və artıq heç nə qarşını almır. Sən bu tək başına halınla müəmmalı və qarışıq oyunun ötəsindən gələ bilməzsən. Yeganə çıxış yolumuz budur ki, Muxtarın yarımçıq qalmış işini bitirək. Sən Kufəyə gedəcəkd. Mən çalışıb bir şey fikirləşərəm. Neyimlə uşaqlardan bir neçəsini göndərərəm köməyinə. Sağ ol ustad. Allaha təvəkkül. Ah Zeyd, oğlum. Hər dəfə qapı döyüləndə ürəyim yerindən qopur, ölüb dirilirəm. Neyləmək istəyirsən oğlum? Hara belə tələsirsən? Yenə narahatsan bibi. Get biş düşünlə məşğul ol bibican. Qapını mən açaram. Lazım deyil, keç kənara, özüm açaram. Bəsdir də bibi. Məndən işləri var. Kimi gözləyirsən? Heydər, Nəyim, Səid, İbrahim və İbadı gözləyirəm. Birlikdə bir söhbətimiz Nə var. söhbət? Yenə nə fikriniz var? Eşidiblər həmdana gedirik. Gəliblər vidalaşmağa. İnanın. Əlbəttə, təkcə vidalaşmağa gəlmirlər. Öz sözünlə desək, bir neçə xırda uşaq oturub plan hazırlayacaqlar ki, Allahın ən nifrət elədiyi adamlardan birinin canını alsınlar. Ah, bilirsən nə olacaq bibi? Esselamun aleyk yabnə Seyf, yabnəl Əsəd. Sən bilirsən Hacər bibiyə necə kələk gələsən. Eşq olsun Muxtarın ardıcıllarına. Necəsən aşiq Dilavər? Gəl içəri. Dil ötmə. Bir şey soruşsa, yapışıb əl çəkməyəcək. Bildin? Deyəsən Rübabın eşqi yaman gözünü tutub. Görürsən ki təkəm. Gəl. Salam əleyküm bibi. Əleyküm salam Heydərcan. Sənin adına qurban bala. Görünmürsən xoş qeyrət. Başım qarışıqdı bibi. Keyf əhvalın necədir? Hey, ayaq üstə ölmüşəm bala. Daha halım qalmayıb. Allah eləməsin bibi. Qəm görməyəsən oğlum. Heydərcan. Aycan, buyur. Heydər, əmdiyin halal südə and verirəm. Zeydin bütün dostlarından ən sadıqı sənsən, mənə kömək elə. Bir yerdə toplaşıb neynəmək istəyirsiniz? Sənin əziz canın üçün bibi xəbərim yoxdur. Eşitdim ki, inşallah səfərə çıxırsınız. Gəldik əlinizi öpüb sağollaşaq. Ya Allah. Selamun aleyküm bibi. Əleykümə salam, xoş gəlmisən. Sizi zəhmətə saldıq bibi. Halal elə. Zəhməti yoxdur bala. Cəsur Ələvi balalarımı görəndə ki, canlarını Allaha, dinə, Qurana qurban verirlər, gözüm işıqlanır. Bizim nəyimiz varsa hamısı sənin sayəndədir bibi. Allah eləsin inamın yalan olmasın. Əgər nəsə görürsənsə, bu öz zəhmətinin bəhrəsidir bibi. Zeydin uşaqlıq dostlarına əli sevgisini öyrədən siz idiniz. Biz heç vaxt bu nemətin şükrünü yerinə yetirə bilmərik. Allah köməyiniz olsun. Zeyddən eşitdim, həmdana gedirsiniz bibi. Düz eşitmişəm? Bəli, sən ki bizi fikrimizdən döndərməyə gəlməmisən. Biz dostu ötürməyə gəlmişik bibi. Amma öz aramızdır, səfəriniz şübhəli səfərdir. Niyə belə tələm-tələsik yola düşürsünüz? Yəni sizin xəbəriniz yoxdur? Nədən bibi? Kufənin xəzinədarı və qızından. Sizə deməyib ki, öz ayağı ilə cəhənnəmin dibinə getmək istəyir? Bibican, təvəkkül elə. Cəhənnəmin qapısı əli aşiqlərinin üzünə bağlıdır. Əli aşiqinin əli düşməni ilə nə işi var? Xudaya, xudavənda, mən sizə hansı dillə başa salım axı? Rubabın əqidəsi bizimlə bir deyil, Zeyd, başa düşürsə... Görürsən nəyim? Sən bir-birinə bu qədər yad olub, bir-birinin dinini anlamayan ana-bala görmüsən? Mən də eyni ilə anamın dediyini deyirəm. Bilmirəm onu necə başa salım ki, Rübabın ata-anasına qarışacağı yoxdur. Qardaş, sən də fikrindən dönsən nə olar? Bu dünya təkcə bir rübab doğmayıb ki.
Küfədə bu qədər gözəl göysək qız var. Sən düşmüsən əsl nəcabətində xəyanət, müsibət olanın dalıyca. Bəsdi görüm, heç olmasa sən danışma. Baş üstə. Çalışaram nəsiyyətini qulaqlarımda sırğa eləyim. Ay 19 yaşlı ağsaqqal. Məni danlamağa gəlmisən? Buyurun, əvvəl bir şərbət için, sonra... Nəyim? Bəli, bibican. Bir yerə yığışıb neynəmə fikriniz var, oğul? Arxayın ol, pis iş görmərik, bibi. İstəyirik savab qazanaq. Bir də cavanlıq eləyərsiz, ha, bala? Rahat ol, bibi. Başçımızdan Zeyidə xəbər gətirmişəm. Gedək. Siz dəli olmusunuz? Bu işin sonunu fikirləşirsiniz? Heydər, sən yenə Həcər bibinin əziz dürdanəsi oldun. Yəqin bu məclisin kəlmə və kəlməsini ona danışmaq istəyirsən. Onda yaxşı qulaq as ki, bir kəlmə də yaddan çıxmasın. Ay belə söz gəzdirənə və onu sevənə lənət olsun. Amin. 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 Siz hamınız dəlisiniz. Ağlınız yoxdur. Özünüz cəhənnəmə. Heç fikirləşmisiniz ki, görəcəyiniz bu axmaq işinizlə Ələvilərə necə zərbə vurursunuz? Qardaş, de ki, mən hələ kişi olmamışam. Mən qorxuram. Özündən boş-boş bəhanə gətirmə. Heç bilirsiniz Ələvilərə necə zərbə vurursunuz? Bir ömür Ələvilərin qanını içmiş bir fasiqi öldürmək günah işdir? Mübahisə eləmə, Zeyd. Heydərin sözü səhv deyil. Xəzinədar Şozəb kimi bir məlunu öldürmək bizə bir vəzifədir. Amma bizim səbəbimiz yaxşı səbəb deyil. Sabah Ələviləri bədnam eləmək üçün sənlə Rubabı əllərində bayraq eləyəcəklər. Hə? Bəs niyə gəlmisiniz? Siz ki, işin özünə narazısınız, bəs niyə zəhmət çəkib gəlmisiniz? Hirslənmə, Zeyd. Fikir bildirmək ki, günah deyil, qardaş. Geri çəkilib səni bu müsibətdə tək qoymaq fikrimiz yoxdur. Bəs bu şək şübhələr nəyin nişanəsidir? Ələvilərin azad fikir bildirmə nişanəsidir. Heydərcan, əlimiz elə də boş deyil, qardaş. Yetər ki, əlinin ciyərinə od vuran atəşin bir parçasını fikirləşəsən. Ta ki, bu zalım qovmu məhv eləyib kökünü kəsək. Elə isə qılınclarınızı itiləyin ki, cənnət qılınc zərbələri altındadır. Əcriniz də Allah yanında. Heydər, razı olmağa məcbur deyilsən, amma sirri saxlamağa məcbursan. Bu da təzə hoqqadır. İndi nə olub ana? Balta ilə yolu niyə kəsmisən? Adı ürəyimin qüvvəti olan Zəhranın ismətinə and olsun. Əlinizdən bir xata çıxsa, beyninizi tökərəm yerə. Fikrinizdən nələr keçdiyini bilməyincə, heç kəs bu evdən eşiyə çıxmayacaq. Nə ağıl, nə fikir. Cəhənnəmin hansı dərəsinə gedəcəyi bəlli olmayan Zeydlə vida mərasimi idi. Axı niyə hər şeyə bədbin Mən olmusan ana? sözümü dedim. Yenə də mənim saqqalım uzandı. Necə yəni? Axı mən nə vaxt təcrübli şey görürəm, o dəqiqə saqqalım uzanır. Lap sənin başında çıxan bunuzlar kimi. İndi heç zarafat vaxtıdır, İbrahim. Görmürsən Hacər bibi pərişandır? Belə rəftar və davranış Hacər bibimizə layiq deyil. Moizəyə ehtiyacım yoxdur, nəyim? Cavabımı verin. Hansı iş üçün and içib əlbir olduz? Bu sirdir, bibi. Həyata keçməyincə dilə gətirə bilmərik. Deməli, nəsə iş görməlisiniz. Yəqin bilirəm ki, Rübab üçün bir plan cızmısınız. Afərin mənim igid balalarım. Ömrümün sonunda zəhmətlərimin əvəzini yaman verdiniz. Elə iş görmək istəyirsiniz ki, Ələvilərin bütün lənətinə, nifrətinə bədbəxt Hacər tuş gəlsin? Sakit ol, bibi. Nəyim? Nə vaxtacan gizli saxlayacaqsınız? Gec ya tez hamı biləcək. Mən də Heydər deyənlə razıyam. Hacər bibi ki, bizə yad deyil. Səhv eləmirəmsə, bibinin bu inadının arxasında bir sir var ki, istəmir kimsə bilsin. Yaxşı ki, birinizin ağlına gəldi. Bu nə sirdir ki, bizdən gizlədirsən ana? Zeyd, Zeyd.
Başa düşmədin ki, niyə boğazı üzülmüş toyuq kimi özümü daşa divara çırpıram? İstədim səni küfədən uzaqlaşdıram ki, bəlkə bu haram eşqin sevdasından daşınasan. Haram eşq? Necə yəni bibi? Bu mənlə Allahım arasında olan bir sirdir. Gəl kör aşiq, gəl, gəl. 20 il belimi bükmüş dərdimi sənə söyləyim. Ürəyimin süfrəsini sənin üçün açım. Əl çək ana, fikirləşirsən ki, mən hələ uşağam? Fikirləşmirəm, mən buna arxayınam. Uşaq olmasaydın bu qədər şeytan hiləsinə allanmazdın. Kaş o qədər mərd olaydın ki, dostlarının qarşısında kim olduğunu deyə biləydim. Gəl, gəl, qoy sənə əsl həqiqətini göstərim, axmaq uşaq. Keç. İndi də plan cızmısan ki, adam öldürəsən, ay axmaq gədə. Estağfurullah, bu nə işdi mən düşdüm? Lənət sənə kör şeytan. Yaman qabağımı kəsirsən ana. Elə eləmə, dostlarımın yanında baş aşağı, biabır olum. Mən səni əli düşmənlərinə zərbə indirmək niyyətində olan çox cəsur bir qadın hesab eləyirdim ana. Bu nə uşaq oyunudur ki, atmısan ortalığa? Biri bizə desin görək, bu nə məsələdir? Haram eşq daha nə deməkdir, hə? Bu küt beynini biraz işe salsan bu dəfə başa düşərsən haram eşq, yəni haram eşq. Yəni qohum əqrabanın eşqi. Zeydin Rübabla qohumluğu var. Həpçi! Mən nə vaxt askırıramsa, sol ayağımın baş parmağı o dəqiqə qıdıqlanır. Səbəbi nədir, ay bədbəxt? Bəsdir, bədniyabət danışmayın. Siz bir-birinizlə nə qədər tartışacaqsınız? Eşitməyə taqətin olmayacağını bildiyim bir sirri dostlarının yanında açmaq istəmədim. Yaxşı qulaq as bala. 20 ildir bu batmış ürəyimdə bir sir saxlamışam ki, kaş ölüb özümlə qəbir aparaydım. Sənin Rübaba qovuşmağın günahdır. Elə günah ki, ərşin 4 bir sütununu lərzəyə gətirir. Ay, Tanrı! Hacərin bu nəhs bəxtini yandır. Sən bir qıza vurulmusan ki, öz bacındır. Bismillahirrahmanirrahim. Ana, yavaş-yavaş artıq inanıram ki, qocalıb ağlını əldən verirsən ha. Bu nə ağılsız bəhanədir? Kaş bəhanə olaydı, kaş əfsanə olaydı, kaş bu həqiqət olmayaydı. Xəzinədar Şozəb sənin atandı. O ata ki, nəhs bir sevginin əsiri oldu. Rubab sənin ögey bacındı. Sən Məsihi Mariyanın oğlusan. O bədbəxt qadının ki, nəhs bir gecədə evi yıxılmış Hacərə pənah gətirdi. Səni doğub öldü. Mən də qaldım bu dərdlə ki, 20 ildir belimi qırıb. İndiki sirrimi eşitdin, get. Get atanı öldür, bacınla da evlən. Sən əminsən ki, ağlına bir şey olmayıb ana? Sən əminsən ki, bu yalan deyil? Kaş ağlım başımdan çıxaydı. Kaş zəhərdən də acı olan bu həqiqət yalan olaydı Zeyd. Bu həqiqət zəhərdən də acıdır. Allah! Aman Allah, bu nə idi belə? Mən nə bədbəxt bəndəyəm. İlahi, hansı günahıma görə cəzalandırdın məni? Hansı günahıma görə? Bacıya vurulmaq? Ana, mən öz bacıma vurulmuşdum, hə? Xəzinədar Şozəb mənim atamdır. Bu nə qara bəxtdir. Bu nə alçaq nəsildir, ana. Vallahi, bilirdim sən məndən bir həqiqəti gizlədirsən, ana. Bilirdim. Budur, budur, budur. Kaş bu həqiqət həmişə gizli qalaydı. Kaş etiraf eləməyə məni məcbur eləməzdin. Sən elə bir pak qadının oğlusan ki, Hüseynə olan sevgisini dünyanın zərzibasına satmadı. Sənin anan pak və nəcib, atansa xəbis bir insan idi. Niyə ananın paklığı ilə, imanı ilə fəxr eləmirsən? Anamın paklığı və imanı dərdimə dərman eləmir, bibi. Bu böyük bir dərddir, bibi. Mənim atam
Xəzinədar Şozəbdir ki, əlləri biləyə qədər Hüseyn və Hüseyn tərəfdarlarının qanına bulaşıb. Bu ləkəni neyniyim, bibi? Axı, bəs onda bu Muxtar Səqəfi necə intiqam alıb, necə? Axı, niyə bu yaramaza imkan verdi ki, nəfəs alıb ətrafındakiların da pak havasını murdarasın? Namərdəm, əgər Muxtarın yarımçıq qalmış işini tamamlamasam. Ömrün sona çatıb Şozəb. Mənəm Zeyd, oğlun. Gəlmişəm bütün günahsız insanların qisasını səndən alam. Səni tikə-tikə doğrayacam, yaramaz. Yox Zeyd. Atan. Məhz bir sevginin əsiri oldu. Heç bilirsən ki, Hümeyra adlı bir şeytan var? Sizin həyatınıza od vuran Hümeyra oldu, oğul. Günah şeytanın hiləsinin nəticəsidir, bibi. İstər bu şeytan Allahın qəzəbi tutmuş mələk olsun, istər fitnəkar bir qadın fərqi yoxdur. Xəzinədar Şozəb məlun və günahkardır. Bununla belə o daha məlundur, çünki kiçik şeytanın hiləsinə aldanıb. Kaş qüdrət kimi böyük şeytanın hiləsinə düşəydi. Lənət olsun zatına Şozəb, lənət! Niyə yolumu kəsmirsən, bibi, çəkil? Sən elə bir iş görmək istəyirsən ki, onu şeytan istəyir. Bu kin, küdurətin və intiqamın savabı yoxdur, Zeyd. Sənin qəlbinə şeytan girib. Səni məcbur eləmək istəyir ki, atanı öldürəsən. Məyər ruhunu şeytana satmış bir atanı öldürmək günahdır? Sən istəyirsən atanı öldürməklə özünü bada verəsən. Budur günah. Yolumun üstündən çəkil kənara, bibi, Yoxsa nə? Məni məcbur eləmə ki, ağ bir şey hörmətini tapdalıyım. Tapdala. Çəkil! And olsun Allaha. Əgər əlindən bir xəta çıxsa, özümü öldürərəm. باور کن تنها ماندی دلا. Film 2008-ci ildə dublyaj olunmuşdur. Filmi tərcümə edənlər Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev, Mehrab Xəlilov. Dublyajın rejissorları Vüqar Cəmalzadə və Mahir İbrahimov. Redaktor Kamran Nəcəfov. Səs rejissoru Eldar Məmmədov. Filmi səsləndirdilər Səidə Quliyeva, Almaz Amanova, Mətanət Atakişiyeva, Şəhla Əliqızı, Ofeliya Məmmədova, İlham Əskərov, Hacı İsmailov, Kazım Abdullayev, Pərviz Bağırov, Abbas Qəhrəmanov, Qədir Hüseyn İsmailov, Rəşid Səməndər, Məzahir Cəlilov, Azad Şükürov, Mahir Mirişov, Elşən Rüstəmov. بی باور بی یقین